Selam əziz və dəyərli Türk milləti və Güney Azərbaycan Türk millətinə. Bildiyiniz kimi günlərdir, həftələrdir ki, savaşdan keçir. Amma hər həftə iki rədd olur, hər gün iki rədd olur. Savaşın boyutları, adımları və hekayələri dəyişir. Biz dünən axşam bunun yeni bir dönəmə keçdiyini şahid olduq. Bugünə qədər İsraildə İran İsrailin aralıqsız sivil yerlərinə vururdu. Və hətta bu Qətərdə, İmaratda, Kuveytdə, Bəhreyndə və Ərəbistanda otelləri vurduğu ilə göstərirdi. Amma İsrail bunu çox qısa sansur eləyirdi. Dünən bunu çox incə detallar ilə göstərdi. Dünya mediaları bunu yaydı. Və bu savaşın adım dəyişdirməsi və bunu dünyaya göstərməsi ki, İran İsrailin sivil yerlərinə ballistik mişəklərlə vurması ilə hədəf sivilləri vurmaqdır. Yəni savaş dövlətlər arası ya nizami güclər arasında deyil. İran bunu qəsdən əmdən yayırdı, sivilləri vururdu ki, dövlətlər geri otursun. İndi İsrail bunu yaymağı ilə nişan verdi ki, İsrail savaşı yeni bir dönəmə keçirdi. Biz bir savaşlara baxdığımızda görürük ki, bunlar addım-addım dəyişilir. Birinci Olaviyetdə savaş başlayanda İranın içindəki sipah qüvvələri vuruldu. İkinci addımda keçdilər neyro-intizamı və həstə yerlərin vurmağına. Üçüncü addımda tüm başda olan onlar ki birinci mərhələdə yox. Onlar ki larizanə kimi rejimin kritik yerlərindədirlər. Yəni rejimin o devlətin içində rişə salmış adamları vurmağa başladılar. Dördüncü addımı biz İranın qaz və petrol yerlərinin vurmağında şahid olduq. İndi 5-ci addıma keçdiyimizi görürük. 5-ci addım nə mənadır? Sivillərin hədəf alınmasıdır. Baxın, rejim nə qədər dirənirsə, savaşın boyutları dəyişir. Gələn seyrdəki videoda ki 1-2 saat sonra yayınlayacağım, bunun həstə bir savaş olduğunu da biz burada göstərəcəyik. Nə cür adım-adım dəyişilir və həstə bir savaşa gedir. Fars Malla rejiminin, Şubiyə Fars rejiminin söylədiyi beyt. Biz bu məmləkəti əlimizdən vermərik. O vaxt əlimizdən çıxar ki, biz buranı yandırıb kül edib veririk. İndi bir-iki video göstərəcəm ki, İsrail bunları yayınlayıb. Baxdığınız, gördüyünüz kimi bu videoda birinci dəfə olaraq İsrail dronla sivil bölgələrin nə cür İranın ballistik füzə tərəflərindən hədəf alındığı və onlarca insanın yaralandığı və bunun 11-inin çox ağır vəziyyətdə olduğunu duyurdu. Bu nəyə göstərir? Nədən bu günə qədər göstərmirdi? Savaş
boyut dəyişdirdi. Yəni bizim sivilləri hədəf almısınız, biz dünyaya bunu göstərdik və bizə də haqq doğdu. Yəni İranda sivil bölgələrin də hədəf alınacağını işarət etdi. Maalesef. Bizim Azərbaycan Türk bölgələri də tabii ki bundan nəsibsiz qalmayacaq. Biz nə qədər İran adlanan ölkənin müstəmirəsində qalmağa davam edərsək, bu savaşlar, bu etirazlar, bu qanlı hadisələr bizim başımıza gələcəkdir. Bizə federal da sözüm deyir, İran içi də sözüm deyir. Biz baxarsaq görərik ki, bu 100 ilin içində İran hardan hara gəlib, 30 ilin içində Quzey Azərbaycan hardan hara gəlib və Bəhreyn, Kuveyt, Birləşik Ərəb Əmirlikləri, Suudi Ərəbistan, Umman, Qətər haralara gəlib. Onun üçün ən yaxşı yol bir an bu məmləkətdən qurtarmaq. Özümüzü bu məmləkətdən qurtarmalıyıq. Baxın, tüm sivil yerlər var buralarda. Sivildilər. Tamamen apartmanlar, evlər. Yəni קדימה, משימה חשובה, ביצוע סריקות. sıra bunun öcünü alacaq. Maalesef. קדימה. ביצוע סריקות מהירות בכל הנקודות לדווח. Millətimizə çatdırmalıyıq ki, bu duruma hazır olmalıyıq. İş gəldi, yetirdi bura. Nə qədər də söhbət eləsək, öncələrdən nəticə almamışıq. Ümid edirik ki, bu tezliyə millətimiz başqa yönlərə addımlar atmaya başlar. Gələn videoda çox kritik nöqtələrə işarə eləyəcək. Bizimlə qalın. Hələlik çox sağ olun.